Salamlar hər kəsə. Bu videoda biz səs və video ilə əlaqəli çətin tipdə sualların izahına baxmış olacağıq. İlk olaraq səs məsələləri necə icra olunur, necə bilməliyik, onları təbii ki başlayaq. Sonra isə keçək artıq ümumi olaraq bütün sualların izahına ki, məlumatımız olsun. Yadda saxlayın, elə səslə əlaqəli sualların izahından elə səslə bağlı paralel olaraq danışmış olacaq. Ümumiyyətlə biz bilirik ki, həcm tipli məsələlərdə biz hər zaman həcmi tapacaqsa bütün anlayışda bir-birinə vurulmalıdır. Bu səs üçün də keçərli dostlar. Deməli, səsin həcmini tapmaq istəyiriksə biz mütləq şəkildə yadda saxlayacağıq ki, həcm bərabərdir diskretləşmə tezliyi, burayı qeyd edirəm, diskretləşmə tezliyi, qısa yazacağım ki, bilin ki, odur. Herz ilə ifadə olunur dostlar. Bəzən tezlikdə hızı, bəzən də hızı görəcəksiniz. Vurulur zamana. Zaman dostlar yadda saxlayın mütləq şəkildə saniyə ilə ifadə olunur. Vurulur bitə. Bu da vurulur dostlar varsa əgər kanal sayına. İndi yadda saxlayın, baxın həcmi biz bu şəkildə tapırıq. Qısaca hər biri barəsində danışsaq, diskretləşmə tezliyi bizdə bir növ səsin saniyədə keçən dalğalarının sayıdır. Yəni bir saniyədə nə qədər dalğa keçir. Zaman səsin müddətidir. Bit bir növ səs kartının hər bir səsi qəbul etmə ölçüsüdür. Məsələn, 16 bitlik səs kartı, hər bir səs dalğası 16 bit dəyərindədir. Bu deməkdir. Kanal sayı isə dostlar, yəni bilinəcək ki, bizdə bir kanallı səsdən istifadə edilir, iki kanallı mı? Əgər testdə kanaldan söhbət getmirsə, onda bir kanalı götürük. Əgər testdə mono və yaxud da elə bir kanallı söhbəti gedirsə, elə test cavabda da biz 1-ə vurmuş oluruq. Yox, əgər testdə stereo, tını yedik, stereo və yaxud da iki kanallı sözü keçərsə dostlar, bu zaman biz 2-yə vurmuş olacaq. Yəni, bu şəkildə tapmış oluruq sualların cavablarını da. Məsələn, indi, birinci sualda yazıb ki, 64 saniyəlik səs faylı 44 kHz tezliyə malikdir. Əgər bu fayl 16 bitlik səs kartından istifadə edilərək yazılıbsa, onun həcmi neçə kilobayt olar? Məsələn, bunu tapmaq istəyiriksə, burada elə biz əsas məsələ kimi nəyi bilmiş olacaq? Saniyəni verib 64 saniyə, biz də düsturda zamanda saniyə yerləşdiririk. Ona görə orada yazırıq 64 saniyə. Yazdıq bura 64 saniyə. Saniyə sözünü yazmaya da bilərik, onsuz da 64-ü qoyduq. Vurulsun. Baxıram ki, səs faylının diskretləşmə tezliyi 44 kHz-dir. Biz düsturda herz qoyuruq. Yadda saxlayın. 1 kHz-iniz sizin bərabər olacaq 1000 Hz-ə. İndi 44 kHz olacaq, 44 vurulsun 1000-ə. Deməli, biz düsturda qoyacaq 44 vurulsun 1000 Hz-ə. Qoyduq, vurulsun. Vurulsun indi. Bit dəyəri baxıram, əgər bu fayl 16 bitlik səs kartı ilə istifadə edilibsə. 16 bit deməli qoyuldu bura və kanaldan söhbət getmir. Kanaldan söhbət getmirsə vururuq 1-ə. Deməli, bu olur bizim həcmin bitlə ifadəsi. İndi kilobayta çevirmək deyir. Bitdən kilobayta çevirmək üçün bilirəm ki, bitdən bayta çevirəndə 8-ə bölürəm. 8-ə böldüm. Qaldı yuxarıda burada 2. Yəni 44.000 vurulsun. 64 ilə də 2-ni bir-birinə vuranda 128 bayt. Baytdan da kilobayta çevirəndə 1024-ə bölürəm. 1024-ə böləndə kilobayta çevrilir. Aşağıda qalır 8. 44.000 8-ə böləndə də 5500 kilobayt etmiş olur. Yəni, bütün anlayışları olduğu kimi qoyanda zaten biz cavabımızı da müəyyənləşdirmiş olacaq. Bu olur məsələn ilk sualın həlli. Keçək məsələn ikinci suala. İkinci sualda da yenə eyni məsələdir. Düstur stabil qalır. Biz də düsturumuzun stabil qalmasına istifadə edirik. Hesablamamızı icra eləmiş olacaq. Təbii ki, əlavə olaraq burada belə bir qeyd dediyim sizə səslə bağlı. Bəzən testlərdə sizə hər hansı diskretləşmə tezliyi filan verməmə ehtimalları olur. Bu sualın həllindən sonra onu bildirəcəm ki, bu zamanlarda nə edəcək. İndi yenə həcm eynidir. Diskretləşmə tezliyi herzlə vurulsun zaman, qısa yazacağım artıq saniyə ilə, vurulsun bit, vurulsun kanal sayı. İndi baxıram ki, 2 kanallı deyir. 2 kanallı stereo həm də sayılırdı. 2-ni qoydum bura. 128 saniyəlik səs faylı zaman yerinə 128 saniyəni qoyduq. Aşağı keyfiyyətli 5.5 kHz. Biz bilirik ki, kHz-i herzə çevirməliyik. Bu olur 5500 Hz. Yəni 1000-ə vurmuş oluruq.
vuruldu və baxıram ki, bit dəyərdə yazıb 8 bit. Vurulur 8 bitə. Baxın, bu olur bunun bitlə ifadəsi. Biz bunu çevirək yenə kilobayta. 8-ə böləndə olur kilobaytda. 8-ə böldüm, qaldı 5500 vurulsun. 5500 deyib 5000 yazan adamam mən. 5500 vurulsun. Deməli, vurulsun. 128 ilə 2 nasili 256 bayt. İndi baytdan da kilobayta çevirəndə 1024-ə bölürəm. 256 1024-ə bölünür. Aşağıda qalır 4. 5500-ü də 4-ə böləcək. 5500-ü 4-ə böləndə deməli 55-də 4 düşür dostlar 13 dəfə. 30-da 4 düşür 7 dəfə. 20-də 4 düşür 5 dəfə. 1375 kilobayt eləmiş olacaq. Deməli dostlar, bu sualın cavabı da 1375 kilobayt. Yenə olduğu kimi qoyuruq yerinə və hesablamanı çeviririk kilobayta və cavabı tapırıq. İndi isə həmin o aşağı keyfiyyətli, yuxarı keyfiyyətli səslərdən bir dənə qısaca danışmış olum. Bunu elə biraz aşağıya ataq. Dostlar, deməli bəzən testlərdə, məsələn bu sualda verilir. Bəzən testlərdə sizə ümumiyyətlə səsin hər hansı diskretləşmə tezliyindən, hər hansı bir bit dəyərindən danışılmamış ola bilər. Burada məsələn danışılıb. Danışılıb deyə elə olduğu kimi nə yazılıbsa qoyacaq yerinə. Amma danışılmadığı halda yadda saxlayın. Bizdə aşağı keyfiyyətli, bir də yuxarı, yüksək keyfiyyətli səslər var. Aşağı keyfiyyətli səsdə standart olaraq əgər heç bir şey verilməyibsə, diskretləşmə tezliyi 5.5 kHz, yəni 5500 Hz kimi götürülür və bit dəyəri də dostlar götürülür 8 bit kimi. Yüksəkdə isə 44 kHz götürülür. O da 44000 Hz deməkdir və diskretləşmə tezliyinin bildiyi bit dəyəri isə 16 bit kimi götürülür. Amma bu dediyim kimi verilməyəndə bilinməli olan anlayışlardır dostlar. Verilibsə bunlara baxmayacaqsınız. Amma verilməyibsə hər hansı bir anlayış bunlara baxmış olacaqsınız. İndi gəlirəm 3-ə. 3-də də yenə verib deyə olduğu kimi hesablamağa çalışaq. Həcmin düsturu yenə standart olaraq eynidir. Diskretləşmə tezliyi herzlə ifadə olunur. Vurulsun saniyə, zaman, vurulsun bit, vurulsun kanal sayı. İndi dostlar, diskretləşmə tezliyi baxıram ki, nə yazılır? 1 dəqiqə 4 saniyəli səs faylı 16 bitli yüksək keyfiyyətli səs kartı vasitəsilə kompüterin yaddaşında yazılır. Diskretləşmə tezliyi 32 kHz olarsa həcm nə qədər olar? Verib deyə elə olduğu kimi qoyuruq. 32 kHz 32000 deməkdir. Yəni 32 vurulsun 1000 deməkdir. Vurulsun saniyə 1 dəqiqə 4 saniyə 1 dəqiqə 60'dır. 60 plus 4 64 saniyə deməkdir. Düsturda qoydum 64 saniyə. Bu ikisini qoydum. Vurulsun. Bitin yerinə baxıram 16 bitlidir. 16 biti yerləşdirdim. Kanal sayından söhbət gedirmi? Kanal sayından söhbət getmir. Vurulur 1. Bu olur bitlə ifadəsi. Bayta çevirəndə bölürəm 8-ə. 16-ın 8-ə böləndə 2 qalır. Yuxarıda qalır 32.000 vurulsun 128 bayt. Baytdan da kilobayta çevirəndə 1024-ə bölürəm. 128-dən 1024 getdi, qaldı aşağıda 8. 32.000-i 8-ə böləndə 4000 kilobaytı tapmış oluruq dostlar. Bu şəkildə bu sualın cavabı da müəyyənləşmiş oldu. Keçirik 4-ə. Qrafik təsvirin palitasındakı rəng çaları 1024-ə bərabər idi. Rəng çalarının sayını 64 dəfə azaldan zaman qrafik təsvirin həcmi 12 kilobayt azaldı. Qrafik təsvirin piksel sayını müəyyən etmiş olun. Maraqlı suallardan biridir. Sualın detallarına fikir vermək ilk olaraq lazımdır. Qrafik təsvirin palitasındakı rəng çaları 1024 idi. Sonra 64 dəfə azalıb. İndi ona baxaq. Dostlar, biz bilirik ki, həcmin standart olaraq düsturu nədir? Təbii ki, birinci onunla gedəcək ki, rahat tapmış olaq. Yenə biraz aşağı eləyim, açılsın burada yerimiz, rahat da həllimizi verək. Bu qədər yaxşıdır. Əla. Rəngimizi də dəyişək, mavi. Deməli dostlar, həcmimizin düsturu bilirik ki, A vurulsun, B vurulsun rəngin dərinliyidir. A vur B bizdə nədir? Ölçülərdir. Bilmirəm onu. Amma mən bilirəm ki, mənim həcm birim bərabərdir. A vurulsun B vurulsun rəng dərinliyi. 1024 rəng çaları dediyinə görə 1024 rəng çaları bilirik ki, rəng çaları bərabərdir 2 üstü rəng dərinliyinə. 1024-ə görə gedəndə görürəm ki, 2 üstü 10, düsturda 10 bit qoymalıyıq. Vurulur 10 bitə. Yəni birincinin həcmi budur. İkinciyə gəlir rəng çalarının sayını 64 dəfə azaldan zaman.
1024'dür. 64 dəfə azaldanda 1024 bölünsün 64. 1024'ü 64'e böləndə 16 alırıq. Yəni rəng sayıları 16-ya düşən zaman bilirik ki, 2 üstü 4 düsturda artıq 4 biti yerləşdirməliyik. Deyir ki, qrafik təsvirin həcmi 12 kilobayt azalıb. Deməli, H2 də olur, A vurulsun B-yə ölçülər dəyişməyib. Amma rəng dərinliyi düşüb 4 bit olub. Bizim həcmimiz 12 kilobayt azalıb. İndi dostlar, həcmimiz 12 kilobayt azalıb. Deməli, mən H1-dən H2 çıxsam, aralarındakı fərq 12 kilobayt olmuş olacaq. Ona görə, yəni, H1 çıxılsın H2 bərabərdir 12 kilobayt. H1-in yerinə bunu, H2-in də yerinə bunu qoyacağım. Çünki biz bilirik ki, o şəkildə tapmış oluruq onları. İndi gəlirəm onları yerləşdirməyə. Olduğu kimi qoyanda zaten cavab çıxır. H1-in yerinə AB vurulsun 10 bit. AB vurulsun. Yəni bir növ 10 AB. Digərinə isə qoyuruq dostlar bitlə ifadə olunur. Çıxılsın. AB vurulsun 4 bit. Yəni 4 vurulsun AB şəklində bit qoyulmuş olur. Buranı da bitə çevirəcəm. Niyə? Sol tərəf bitsə sağ tərəfdə bit olmalıdır. 12 kilobayt neçə bitdi? Kilobaytdan bitə çevirmək üçün 2 üstü 10-a vuranda olur bayt. Bunu bir dəfə də 2 üstü 3-ə vuranda olur artıq bit. Yəni olur 12 vurulsun 2 üstü 13 bit. Bu şəkildə qeyd edirəm. 12 vurulsun 2 üstü 13 bitə bərabər olmuş olur. İndi artıq qalır bu sualı həll etmək. Baxın, 10 AB-dən 4 AB çıxanda nə qədər qalacaq? 6 AB. 6 AB bitlə bərabərdir dostlar. 12 vurulsun 2 üstü 13 bitə. Bit sözləri bir-birini apardı. 6 AB bərabər oldu 12 vurulsun 2 üstü 13'ə. İndi mənə piksel sayı lazımdır. Bilirik ki, AB A vurulsun B. Bizdə elə piksel sayını verir. Burada da AB-ni tapmaq üçün nə edəcəm? Bu tərəfi böləcəm bunun əmsalına 6-ya. Və bu şəkildə cavabı tapacam. İndi AB bərabər olur. Sol tərəfdə göstəririk. 12 vurulsun 2 üstü 13 bölünsün 6. 12 ilə 6 apardı bir-birini qaldı 2. 2 vurulsun 2 üstü 13. Deməli dostlar bizim cavab ümumilikdə oldu 2 üstü 14 sayda. Deməli ümumi şəkildə piksellərimizin sayı olacaq 2 üstü 14 sayda dostlar. Buna bu şəkildə bilinmiş oldu. Keçirik növbəti sualımıza dostlar. 5 nömrəli suala gəldik. 5-də deyir ki, xəstəxana son ayda müraciət edən vətəndaşlara müəyyən sayda sağlamlıq haqqında arayış verib. Bu arayışın hər birində 8 kilobayt həcmində 3x4-də qrafik təsvir və 2048 simvoldan ibarət mətn informasiyası var. Arayış 256 simvollu minimal əlifba ilə kodlaşdırılıb. Verilmiş bütün arayışların informasiya həcmi 120 kilobayt olarsa, xəstəxana neçə adama arayış verilir, xəstəxanada neçə adama arayış verilib, onu müəyyənləşdirin. Baxın, maraqlı suallardan biridir. Xəstəxanaya deməli son ayda çoxlu sayda şəxslər müraciət edib və onlar da arayış üçün gəlib. Arayışın hər birində 8 kilobayt həcmində 3x4-də qrafik təsvir var. 2048 simvoldan ibarət də mətn var. Deməli, bir nəfər üçün hər birində bir nəfərə verilir hər arayış. 8 kilobayt təsvir var, üstə gəlinsin. Bir də mətn var. Sadəcə mətnin həcmini bilmirik. İndi gəlin o mətnin həcmini tapaq. 2048 simvoldan ibarət mətn informasiyası var. Arayış da deyir 256 simvolu minimal əlifba ilə kodlaşdırılıb. Baxın, elə buradan çıxaracaq. Biz bilirik ki, həcmi tapmaq üçün ümumi simvolların sayını vurmalıyıq bir simvolun həcminə. Mətn üçün. 2048 simvoldan ibarət mətn informasiyası. Ümumi simvolların sayı 2048-dir. Ya da 211 yaza bilərik. 211-dir. Vurulsun. Bilirdik ki, 256 simvollu əlifba bu söz birləşməsində bir simvolun həcmi tapılır. N bərabərdir 256-ya. Biz də bilirik ki, n bərabərdir 2 üstü balaca n-ə. Bizə bu düsturda lazımdır balaca n. 256 bərabərsə 2 üstü balaca n-ə. Bu 2 üstü 8 deməkdir. Deməli, n də olacaq 8 bit. Düsturda qoydum 8 bit. Yəni, bu olur dostlar bir növ 211 vur 8 bit. Yəni, 2 üstü 14 bit. Bitdən də bayta çevirəndə bölürəm 2 üstü 3 olur 2 üstü 11 bayt. Baytdan da kilobayta çevirəndə bölürəm 2 üstü 10-a. Verəcək bizə 2 kilobayt. Deməli, mətn informasiyanın həcmi də 2 kilobaytdır. Deməli, 8 o da 2. Ümumilikdə birində 10 kilobayt informasiya var. Verilmiş bütün arayışların həcmi 120 kilobayt olarsa. Məsələn, bu bir dənəsidir. Burada indi çoxlu sayda xəstə var. Deməli, biri 10 kilobaytsa neçəsi 120 kilobaytdır. 120-ni bölürsüz ona. Deməli,
ümumilikdə 12 nəfər xəstə var imiş. Cavab kimi dostlar biz bunu 12 kimi götürmüş olduq. Keçirik 6-ya. Qrafik təsvir 12,7 cm vur 50,8 cm ölçüdə 256 dpi icazə ilə skan edilib. Qrafik təsvirin 256 rəng çalarlı olduğunu bilərək həcmin neçə kilobayt olduğunu müəyyən edin. Əslində düşə bilməyəcək tiplərdə sayıla biləcək suallardan biridir. Amma dostlar, yenə də mütləq şəkildə nəzərimizdə saxlayacağımız bir tipdir. Çünki çətin suallardan sayılmış olur. Əslində çətinliyin də əsas fərqi burada santimetr söhbətin olmasıdır. Biz normalda piksellərlə tapırıq. İndi bu santimetr söhbətlərində nə edirik? Təbii ki, ona baxaq. Biz bilirik ki, normalda dpi sözünün anlamı nədir? Dot per inch. Hər düymə düşən nöqtələrin sayı. Dot per inch. Hər düymə düşən nöqtələrin sayı. Hər düym də nə qədərdir? 2,54 santimetrdir. Dostlar, hər düym 2,54 santimetrdir. Və hər düymə 256 dpi icazə ilə skan edilir. Baxın, bu şəklin ölçüsüdür. 12,7 budur. 50,8 budur. Dostlar, burada bu tipli suallarda santimetr veriləndə bunları siz birinci çevirməlisiniz neçə dənə düyümdən olmağına. Mesela 12,7-ni böləcəm 2,54-ə. Böləndə dostlar 5 tapmış olacağım. Yəni bu 5 düyümmüş. Deməli sol tərəfi 5 düyüm imiş. Ölçülərindən biri. İndi üst tərəfi 50,8-i də bölürəm mən 2,54 santimetrə. 50,8-i 2,54 santimetrə böləndə də dostlar 20 tapıram. Deməli yuxarı tərəfi də 20 düyüm imiş. Deməli solu, yəni ölçülərdən birinin 5 düyüm, bir tərəfində 20 düyüm tapmışıq. İndi 256 dpi icazə ilə skan edilib nə deməkdir? Hər düymə 256 nöqtə düşür. İndi 5 düymə nə qədər düşəcək? Deməli 5 vurulsun 256 nöqtə buradadır. Bəs 20 düymə nə qədər olacaq? 20 vurulsun 256 nöqtə də buradadır. Yəni bu nə deməkdir? A vur B əslində bir növ bizdə bərabər oldu. 5 vurulsun 256 A hərfi bu. B də oldu 20 vurulsun 256 şəkildə. Deməli ümumi nöqtələrin sayını dostlar bu şəkildə tapmış olduq. İndi həcmi tapmaq istəyəndə həcm də bərabər idi. A vurulsun B vurulsun rəngin dərinliyi. İndi 256 rəng çaları deyir. 256 rəng çaları 256 2 üstü 8 deməlidir. Deməli rəng dərinliyi 8 bitdir. Rəng dərinliyi yerinə 8 bit qoyacam. Bəs digərlərin yerinə nə qoyuram? A-nın yerinə deməli 5 vur 256, yəni 5 vurulsun 2 üstü 8. B-ni yerinə də 20 vur 256, yəni 20 vurulsun 2 üstü 8 pikseli qoyduq. Və yaxud da nöqtəni qoyduq. İndi bu oldu bitdən ifadəsi. Bitdən bayta çevirəm, 8-ə böldüm, 8 8 apardı. Qaldı 5 vur 20, 100 vurulsun 2 üstü 16 bayt. Baytdan da dostlar kilobayta çevirəndə 2 üstü 10'a bölürəm. 2 üstü 16'dan 2 üstü 10 getdi, qaldı burada 2 üstü 6. 100 vurulsun 2 üstü 6, 64 nə qədər eləyir? 6400 kilobayt. Deməli cavab olur 6400 kilobayt. Bu məsələn dediyimiz kimi çətin sual tiplərindən biri sayılmış olur. Keçirik 7-yə. 7 nömrəli suala gəldik. 258 səhifəlik sənəddən söhbət gedir. Deyir, birinci və sonuncu səhifəsində 10 kilobaytlıq qrafik təsvir, qalan səhifələrində hər birində 32 sətr və hər sətirdə 16 simvol var. Sənəd 1024 simvolu minimal əlifba standartına görə kodlaşdırılıb, sənədin informasiya həcmi neçə kilobayt olur? İndi 258 səhifəlik sənədim var. Birinci və sonuncu səhifəsi, yəni neçə səhifəsi? 2 dənə səhifəsində 10 kilobaytlıq qrafik təsvir var. 2 dənə səhifədə 10 kilobaytlıq qrafik təsvir varsa, ikisində bir yerdə nədir? 2 vurulsun 10, deməli 20 kilobaytlıq qrafik təsvir var. Buranı tapdıq. Sonra deyir, qalan səhifələrin hər birində. Qalan səhifə nə qədərdir? 258-in ikisi bura gəlirsə, 256 səhifə qalıb. 256 səhifənin hər birində 32 sətr və hər sətirdə 16 simvol var. Deməli, səhifə, sətir, simvola görə həcmimiz nə idi? Üçünü bir-birinə vururduq və ən sonda da vururduq bir simvolun həcminə. İndi səhifəni tapdıq 256, 2 üstü 8. Sətiri tapdıq 2 üstü 5. Simvolu tapdıq 16, 2 üstü 4. Bir simvolun həcmi də 1024 simvolu əlifba deyir. 1024 dostlar 2 üstü 10 deməkdir. Və biz düsturda 10 biti qoyuruq. Vurulsun 10 bit.
İndi bunu da çevirək kilobayta. Bitdən bayta çevirəndə 8-ə böldüm. Yəni 2 üstü 3-ə. 2 üstü 4 ilə 2 üstü 3 getdi, qaldı yuxarıda 2. Yəni oldu 10 vurulsun 2 üstü 14 bayt. Baytdan da kilobayta çevirəndə mən bölürəm dostlar 2 üstü 10a. 2 üstü 14 ilə 2 üstü 10 getdi, yuxarıda qaldı 2 üstü 4. Yəni 10 vurulsun 16. 160 kilobayt eləmiş oldu. İndi 160 kilobayt da mətindir. Burada oldu 160 kilobayt. 20 kilobayt, digər tərəf 160 bu. Deməli, ümumilikdə neçə kilobayt imiş? 180 kilobayt olurmuş dostlar. Gəldik 8 nömrəli suala. 20 kadr böl saniyə ilə işləyən video təsvirin 10 saniyə davam etdiyi bilinir. Bu video təsvirin hər bir kadrı 64/128 kadrdan ibarətdir. Deyir ki, və 64 rəng çalarına bərabərdir. Hər bir kadr yazılır burada, hər bir saniyəsi. Hər bir kadr 64/128 kadr yox, 64/128 ölçüsüyə malikdir. Pikseldən ibarətdir olmalıdır orada. Buraya hətta özüm düzəldim. Pikseldən ibarətdir. Qeyd eləyək burada, yaddan çıxmasın. Pikseldən ibarətdir. Hə. Və 64 rəng çalarına malikdir. Bu video təsvir yaddaşda nə qədər yer tutar? Mən bilirəm ki, deməli, məndə video var. 20 kadr böl saniyə ilə işləyən video təsvir 10 saniyə davam edib. Ümumiyyətlə, biz normalda şəkil həcmini belə tapırıq. A vur, B vur, rəng dərini. Baxın, videoda əslində şəkillər çoxludur. Yəni, bizim bir videomuzda müəyyən sayda şəkillər sürətli şəkildə keçir və biz onları görürük əslində. Yəni, demək, video şəkillər çoxludur, kadrlar çoxludur. Biz bir kadrın həcmini kadrların ümumi sayına vursaq, zaten elə videonun həcmi tapırıq. Ona görə dostlar, əslində videonun həcmi A vursun, B vursun, rəng dərinliyi vursun, ümumi olaraq kadrların sayıdır. İndi kadrların sayı. Baxın, kadrların sayı da əslində bu şəkildə tapılır. Baxın, 1 saniyə 20 kadrdır, düzdür? Bizdə. Bizdə video nə qədər davam eləyib? 10 saniyə. 10 saniyə nə qədər kadr olacaq? 10 vurulsun 20. Yəni 200 kadr olacaq. Yəni fikir versiniz, yenə bütün anlayışlar vurulur. Yəni kadrların sayı yerinə bir növ biz bunu da qoya bilərik. Bu sürətdir V, bu da zamandır T. V vurulsun T də qoya bilərik. Yəni düsturumuz bir növ A vurulsun, B vurulsun, rəngin dərinliyi vurulsun, V, T ola bilər. İndi qoysaq yerinə A vur B 64/128, 2 üstü 6 vur, 2 üstü 7. Rəng dərinliyi 64 rəng çalar deyir deyə 64 dostlar 2 üstü 6'dır. Düsturda biz 6 biti qoyuruq. Vurulsun 6 bit. Vurulsun. V 20'dir. Saniyədə 10'dur. 20 vur 10. Qoyduq bunları dostlar biz. İndi bunları qoyanda ümumilikdə tapırıq. 6 vur 20 vur 10 nə qədər eləyir? 1200. 1200 vurulsun 2 üstü 13 bit. Bitdən də kilobaytı artıq sürətli çevirəcəm. Böləcəm bir dəfəlik 2 üstü 13'ə. 2 üstü 13'lər getdi. Cavab kimi qaldı 1200 kilobayt. Deməli 1200 kilobayt imiş. 9. Yenə eyni məntiqlə gedirik. Həcm bərabərdir. Yenə bütün anlayışların bir-birinə hasili. A vur, B vurulsun, rəng dərinliyi vurulsun. Sürətlə zamanın hasili. Sürətim 10'dur. Zamanım 12'dir. Qoydum yerinə. Rəng dərinliyim 128 rəng çalar deyir. 128, 2 üstü 7'dir. Deməli düsturda biz 7 biti qoyacaq. 7 bit. İndi A ilə B hər bir kadr 32 vur 256'dır. Yəni 2 üstü 5 vurulsun, 2 üstü 8'dir. İndi yerləşdirəndə olur. 7 vur 10 vur. Buradakı 12. 120 vur 7. 840 vurulsun 2 üstü 13 bit. İndi yenə bunu 2 üstü 13'ə bir dəfəlik böləndə qalır 840 kilobayt şəklində. Eyni sual idi dostlar. Gəldik ona. Həcmi 240 MB olan video informasiyanın ekranının 256x256 rejimində 16 rəng dərinliyə malikdirsə 2 dəqiqəlik bu video faylda kadrların 1 saniyədəki sürətini tapın. Biz sürət tapmalıyıq. Həcm bərabərdir. A vurulsun, B vurulsun, rəng dərinliyi vurulsun, V vurulsun, T. Baxıram həcmi verib 240 MB. Qoydum yerinə. A-nı verib bizdə 256, yəni 208. B-ni də verib 256, 208. Rəng dərinliyi baxıram ki 16'dır. 16 rəng dərinliyinə malikdir. Zaten biz düsturda rəng dərinliyi qoyuruq. Bunu görən kimi elə 16 biti qoymalısınız. Yəni 2 üstü 4 biti qoyduq. Vurulsun. Sürəti istəyir zaten bizdən. V-ni tapacaq burada. Zaman da 2 dəqiqədir. Biz zamanı saniyə ilə qoyuruq. 2 dəqiqə neçə saniyədir? 120 saniyə. Qoyuram bura 120 saniyə.
Sadəcə bu bilirəm ki, bitlə ifadədir. Mən bunu bitə çevirəcəm. Megabaytdan bitə çevirəndə, megabaytdan gəlirəm kilobayta vururam 210-a. Kilobaytdan bayta gələndə də 210-a vururam. İndi baytdan mən bunu bitə aparanda da 203-ə vurmalıyam. Yəni ümumilikdə 223-ə vururam. Deməli 240 megabayt olur. 240 vurulsun 223 bit şəklində. Digər tərəfdə də 208, 208, 204, 220 vurulsun V vurulsun 120 tapmış oluruq. İndi hər iki tərəfdə biz V-ni artıq çıxara bilərik. V bərabərdir. Bilirik ki, hasil bölünəcək digər vuruqların bir-birinə hasilinə. 220 bölünsün 120. 220 vurulsun 120. 240 ilə 120 getdi qaldı 2. 223-ü 220-yə böləndə qalır 203. Yəni 8. 2 vur 8 deməli nə qədər oldu? 16 dənə oldu. Deməli cavab 16 imiş. Yəni götürəcəksiniz sadəcə bu düstura əsasən bir növ sualın cavabını tapmış olursunuz. Qalanı sadəcə sizin bir növ riyaziyyatdan da asılı olan şeydir. Keçirik 11-ə. 128 saniyəlik aşağı keyfiyyətli musiqi faylını yaddaşına hesablayın. Baxın, burada özləri mötərizədə də qeyd edilib. Qeyd eləməsəydi, yenə aşağı keyfiyyətli deyəndə biz 8 bit və yaxud da 5.5 kHz götürəcəkdik. Həcm bərabərdir. Səs üçün diskretləşmə tezliyi vurulsun. Zaman vurulsun. Deməli, saniyə idi, bilirik ki, zaman. Zaman vurulsun. Bit vurulsun. Kanal sayı. İndi baxıram ki, burada diskretləşmə tezliyi 5.5 kHz, yəni 5500 Hz-dir. Qoydum yunu yerinə. Vurulsun zaman 128 saniyədir. Vurulsun bit verilib bizdə 8 bit. Kanal sayı verilməyib. Ona görə 1 götürürük. Bunu da indi bitdən bayta çevirəndə bölürəm 8-ə. 8-lər getdi qaldı. 5500 vurulsun 128 bayt. Baytdan da kilobayta çevirəndə bölürəm 210-a 1024-ə. 128 ilə 1024 getdi qaldı aşağıda 8. 5500 də 8-ə böləndə qalır 600. Deməli 687 tam onda 5 cavabı dostlar. 687 tam onda 5 qalmış olur. Deməli 687 tam onda 5 kilobayt olur. Bir dənə bunu deyim ki, cavablarda kəsir ədəd görməyəcəksiniz. Əsasən. Həcmi 6 megabayt olan video informasiyanın ekranının 512x384 rejimində 8 kadr bölü saniyə sürətinə malik olduğunu bilərək 16 saniyə bu video faylının neçə rəng çalarından ibarət olduğunu tapın. Həcmi bilirik ki, video üçün A vur, B vurulsun, rəng dərinliyi vurulsun, sürətlə zamanın hasilindən tapırıq. Həcm 6 megabaytdır. 6 megabayt bərabərdir. A vur, B, 512 vur, 384. 512 vur, 384. Rəng dərinliyi bilmirəm. Çünki rəng çalarını istəyir. Rəng çalar da rəng dərinliyi ilə əlaqəlidir. Ona görə yerinə qoyuram, məsələn, elə R. Vurulsun. V-ni yerinə verib bizdə 8 kadr bölü saniyə 8. Saniyəni də yerinə qoyub 16. İndi baxın, bu düsturdur. Sadəcə biz bilirik ki, bu düstur bitlə ifadə olunur. Çünki rəng dərinliyi standart olaraq bitdir. Ona görə 6 megabayt da bitə çeviririk. 6 megabaytı bitə çevirəndə vurmalıyıq 223-ə. Deməli 6 vurulsun 223 bit bərabərdir. 512, 384. Bax 384 dostlar 128 ilə 3-ün hasilidir. Yəni 207 vur 207 vur 3'dür. İndi bu 207 vur 3'dür. Düzdür. Bu 209'dur. 209, 207, 216. Bu da 203, 219. Bu da 204, 223 deməkdir. 223 vurulsun. Nə qalır çöldə? 3. 3 vurulsun. R bit deməkdir dostlar. İndi buradan R'i tapmaq istəyirəmsə mən bunu bölməliyəm bura. 6 vur 223'ü böləcəm. 223 vur 3'ə. 223'lər apardı bir-birinin altında 3'ə böləndə 2 eləyir. Sadəcə bu oldu 2 bizdə nə? Rəng dərinliyi. Amma bizdə düsturda daha doğrusu sualda rəng çalar istəyir. Rəng çaları da bilirik ki 2 üstü rəng dərinliyi ilə bərabərdir. 2 tapmışamsa 2 üstü 2 rəng çalarının sayı da 4 olacaq. Bu da oldu 12 nömrəli sualın izahı. Keçək növbəti 13-ə. Ekranın 1024x256 rejimində 8 kadr bölü saniyə sürətinə malik 64 rəng çalarına malik video faylının həcmi neçə megabayta bərabərdir? Bax, həcm üçün bütün anlayışlar var. A da var, B də var, rəng dərinliyi də var, sürət də var, zaman da var. İndi qoyuram A 1024'də 210,
B 256'dır 2 üstü 8. Range dərinliyi 64 range çalar bilirəm ki 2 üstü 6'dır. Biz düsturda 6 biti qoyuruq. 6 bit. Sürət 8'dir, yəni 2 üstü 3. Zaman 16'dır, yəni 2 üstü 4. Bunları bir-birinə vuranda 2 üstü 10, 2 üstü 18, 2 üstü 21, 2 üstü 25. 6 vurulsun 2 üstü 25 bit olur. Bitdən də çevirirəm megabayta. Bitdən megabayta çevirəndə 2 üstü 23'ə bölməliyim. 2 üstü 25'i 2 üstü 23'ə böləndə 2 üstü 2 elir, yəni 4. 6 vurulsun 4, 24 megabayt eləmiş olacaq. Cavab kimi 24'ü götürdük. Keçirik 14'ə. Həcmi 12 megabayt olan video faylın informasiya 8 kadr bölü saniyə sürətinə malikdir. 16 saniyə bu video fayl 16 rəng çalarından ibarət olduğunu bilərək ekran hansı rejimdə ola biləcəyini müəyyən edin. Həcm bərabərdir. A vurulsun, B vurulsun, rəng dərinliyi vurulsun, bizim V vur T. Yəni kadr sayı vurulsun, kadrın sürəti vurulsun zaman. İndi həcmi 12 megabaytdır. 12 megabayt bərabərdir. A bilirəm ki neçədir? Bilmirəm. A vur B-ni istəyir zaten bizdə. Biz buranı tapacaq. A vur B-ni tapacaq. Qoyuram buna. Vurulsun. Rəng dərinliyi 16 saniyə 16 rəng çalar deyir. 16 rəng çaları 2 üstü 4'dür. Düsturda 4 biti qoyuruq. 4 bit vurulsun. Sürət 8 kadr bölü saniyə, yəni 2 üstü 3. Zamanda 16 saniyə, yəni 2 üstü 4. Dostlar, sadəcə bu bitlə ifadədir. Biz də bunu bitə çeviririk. 12 megabaytı bitə çevirəndə vurmalıyam 2 üstü 23'ə. 12 vurulsun. 2 üstü 23 bit bərabərdir. A vur B-ni istəyir. A vur B vurulsun. 4 2 üstü 2'dir. 2 üstü 2, 2 üstü 3, 2 üstü 4. 2 üstü 9 bitə. İndi buradan A vur B'ni tapanda A vur B bərabərdir dostlar. Bizim hasil, yəni 12 vur 2 üstü 23 bit bölünəcək 2 üstü 9 bitə. Digər vuruğa. İndi dostlar 2 üstü 23'dən 2 üstü 9 getdi. Qaldı yuxarıda 2 üstü 14. Yəni olur 12 vurulsun 2 üstü 14 bir növ ölçüsü olaraq. Ümumi bunların ikisinin hasili 12 vur 2 üstü 14 olmalıdır. İndi biz də variantlarda baxın buna uyğun bir ədəd tapmalıyıq. Ona görə gəlirəm variantları bir-bir analiz eləməyə. 12 vur 2 üstü 14'dür. Bu düzdür. Buna uyğun ədəd kimi hansı olur? 256 2 üstü 8'dir. 1024 2 üstü 10'dur. Bu ümumilikdə 2 üstü 18 edir. Uyğun gəlmir. 3072 dostlar 3 vurulsun 2 üstü 10'dur. 256 2 üstü 8'dir. Yəni bu 3 vurulsun 2 üstü 18 deməkdir. Amma bizdəki baxın 12'ni parçalasam 3 vur 4. O bir də 2 üstü 14. Bunlar bir-birinə vuranda 3 vurulsun 2 üstü 16 eləməlidir. Yəni bu şəkildə olmalıdır. Gəlirəm Y-yə 2048 2 üstü 11'dir. 128 2 üstü 7'dir. Vuranda bir-birinə 2 üstü 18 eləyir. Bu da deyil. Qaldı cavab ya C ya da D. Deməli 768. Dostlar bizdə 384 768 olacaq. 256 vur 3. 1024'də 2 üstü 10'dur. Bu 2 üstü 8 vur 3 vur 2 üstü 10. Yəni 3 vurulsun 2 üstü 18'dir. C'də səhvdir. Cavab kimi qalır D. 128 vur 3 deməkdir 384. 512'də 2 üstü 9'dur. 2 üstü 9 2 üstü 7 2 üstü 16'dır. Bu da vur 3. Həqiqətən biz də 3 vur 2 üstü 16 tapmışdıq. Cavab oldu D variantı. Keçirik növbəti suala. 15. Ekranın 1024 vur 256 rejimində 16 saniyəlik 64 rəng çalarına malik 30 megabayt həcmə malik olan video faylın 1 saniyə ərzində dəyişən kadr sayını hesablayın. Yəni bizdən axırda sürəti istəyir. 1 saniyədəki sürətini. Həcm bərabər idi. A vur B vurulsun, rəngin dərinliyi vurulsun, sürət vur zaman. İndi dostlar bizdə həcm verilib. 30 megabaytdır, düzdür? Qeyd edirəm 30 megabayt bura. 30 megabayt bərabərdir. A 1024'dür 2 üstü 10. B 256'dır 2 üstü 8. Rəng dərinliyi 64 rəng çaları 2 üstü 6'dır. Deməli biz düsturda 6 biti qoyacaq. Vurulsun 6 bit. Sürəti bilmirəm onu istəyir. Zaman da 16 saniyə 2 üstü 4. Bura bitdi deyə buranı da bitə çevirəcəm. 30 megabayt olur. 30 vurulsun 2 üstü 23 bitə. Artıq sürətli çevirməyə bilməliyik. 2 üstü 10 2 üstü 18. Bu da 4. 2 üstü 22. Deməli 6 vurulsun 2 üstü 22 bit vurulsun sürət. Artıq buradan sürəti çıxara bilərəm. Bu bölünsün bu. Deməli 30 vur
2 üstü 23 bölünsün. 6 vur 2 üstü 22. 23 ile 22 getdi qaldı burada 2. 30'u da 6'ya böləndə 5 qalır. 5 vur 2. Deməli saniyədə 10 kadr keçmiş olur. Cavab kimi onu götürmüş olacaq. Keçirik 16'ya. 16 ədəd 16 saniyəli yüksək keyfiyyətli musiqi faylını yaddaşına hesablayın. İndi biz bilirik ki həcm bərabərdir. Diskretləşmə tezliyi vur. Zaman vur. Bizim bit vurulsun kanal sayı. İndi kanal verməyib 1 götürürük. Bit 16 bitdir. Düzdür, 16 bit yazdım. Bu bitlə deməli hesablanır. 44 kHz deyib diskretləşmə tezliyi olacaq. 44 vurulsun 1000 Hz. Və zamanda 16 saniyədir. Sadəcə bu tapdığım neçə dənəsi üçündür? Bircə dənəsi üçündür. Amma bizdə neçə ədəd üçün istəyir bunu? 16 ədəd üçün. Deməli bu bir dənəsinin hasilini axırda 16'ya vursam, mən elə 16'sının da hasilini tapmış olacaq. Bu olur indi bitlə ifadəsi. Bunu bayta çevirəndə bölürəm 8'ə. İndi 16 ilə 8 getdi, qaldı yuxarıda 2. Yəni 44 vur 1000, yəni 44 1000 vurulsun 16 16 256 o da 2 512 o da 209 deməkdir. Baytdan buna bərabər oldu. Bunu indi kilobayta çevirəndə 1024'ə bölürəm 210'a. 209'dan 210 getdi, qaldı aşağıda 2. 44.000'də 2'yə böləndə 22.000 kilobayt eləmiş olur dostlar. Cavab kimi 22.000'i götürdük. Keçirik 17'yə. 16 bit tərtibli və diskretləşmə tezliyi 32 kHz olan səs kartının köməyi ilə 24 dəqiqəlik 2 kanallı stereo analog səs kanalının diskretləşdirilmiş audio faylı sıxışdırılmadan kompüterin yaddaşında saxlanılır. Bu faylın həcmini kilobaytda hesablayın. İndi həcm bərabər idi, yenə eyni məsələ gedirik. Həcm bərabər idi. Bizim diskretləşmə tezliyi vur, zaman saniyədir. Bit vur, kanal sayı. İndi dostlar, baxıram ki, bit tərtibi 16 götürülüb. Yəni 16'ını qoydum bitin yerinə. Kanal 2 kanallı stereo edir. 2'yə vurulur. Zaman 24 dəqiqədir. Biz amma nə qoymalıyıq? Saniyə. 24 vurulsun 60 deməkdir. Zamanı yerinə qoyduq 24 vurulsun 60. Və dostlar 32 kHz deyir. Amma biz herz qoyuruq. 32 vurulsun 1000 Hz qoyulur. Bu indi bitlə ifadəsidir. Bunu bayta çevirəndə 8'ə bölürəm. 16'nı böləndə 8'i yuxarıda qalır 2. Yəni olur 32.000 vurulsun 24 vur 60 saniyə vurulsun. Burada qalır 2 vur 2 yəni 4. Bu oldu bayt. Baytdan da kilobayta çevirəndə neçəyə bölməliyim? 1024'ə. 1024'ə böləndə dostlar 4 ilə 1024 getdi, aşağıda qaldı 256. Bax 32.000-dən 256 hər ikisi 32'yə bölünür. 32'yə bölsəm bura 1000'dir. 32'yə bölsəm bura qalacaq dostlar 8. İndi 24 də 8'ə bölündə 3 edir. 3 sur 6 60 180 o da 1000 180.000 eləmiş olur. Deməli cavab kimi C variantı çıxdı. Və keçirik son suala. Son sualda da elə bu ilin qəbul sualına düşüb deyə bir növ bilməli olacağımız başqa bir anlayış var. Deməli dostlar, sizdə səviyyə söhbəti gedirsə yadda saxlayın. Səviyyə bərabərdir 2 üstü bitə. Bunu niyə deyirəm? Çünki bizim həcmimiz diskretləşmə tezliyi vurulsun, zaman vurulsun, bit vurulsun, kanal saydı. Bizim düsturda da baxın bit qoyulur, yəni qüvvətdəki. Səviyyə də isə 64 səviyyəli. 64 bərabərdir 2 üstü 6'ya. Biz düsturda nəyi qoyacaq? 6 biti. Deməli burada yerləşdiririk 6 biti. 64 səviyyəli dedisə 6 biti düstura qoydum. İndi herzi nə qədər verib? 256, yəni 208 herzimiz var. 4 dəqiqə 16 saniyə zamandır. 4 dəqiqə 240 saniyədir. O da 16 verəcək bizə 256 saniyəni. Yəni nə qədər? 208 saniyədə buradan gəldi. İndi kanal sayı 2 kanallıdır. 2 kanallıdırsa axırda da 2'yə vuram. Bu olur bitdən. Bitdən bayta çevirəndə 2 üstü 3'ə bölürəm. 208'dən 2 üstü 3 getdi, qaldı 2 üstü 5. 2 üstü 8, 2 üstü 5, 2 üstü 13, bu da 2, 2 üstü 14. 2 üstü 14 vurulsun 6 bayt oldu. Baytdan da kilobayta çevirəndə 2 üstü 10'a bölürəm. 2 üstü 14'ü 2 üstü 10'a böləndə 2 üstü 4, yəni 16 qalır. 16 vurulsun 6 kilobayt, yəni cavab olur 96 kilobayt kimi. Deməli dostlar, bu da bizdə oldu sonuncu səslə əlaqəli məsələ. Ümid edirəm ki, bu video sizin üçün faydalı oldu. Növbəti videolarda görüşmək ümidi ilə
Hər birinizə uğurlar diləyirəm. Allah amanında.